Milli Aviasiya Akademiyasının rektoru Akademik Arif Paşayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına mərkəzin fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, Beynəlxalq Təlim Mərkəzi Azərbaycan Hava Yolları QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarə etmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub. Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğun olaraq Azəraeronavigasiya Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronavigasiya təhsil mərkəzlərindən olan Alman Aeronavigasiya Akademiyasının təhsil proqramı əsasında Aeronavigasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək. Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən qüllə simülyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simülyatoru kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır. Mərkəzdə həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb. Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarə etmək üzrə təxminən 30 dispetçerin və 3000 hava gəmisi heyətinin hazırlanması planlaşdırılır. Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək. Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simülyatorlarının quraşdırılması, real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.